Biz hafizəni də dedik, təfəkkürdə qaldıq. İndi keçək təfəkkürə. Demək, təfəkkürün biz deyirik ki, üç növü var. Ümumiyyətlə, növündən əvvəl təfəkkür haqqında deyim ki, təfəkkür nədir? Baxın, təfəkkür yəni bizim şüurlu olaraq dərk etməyimizdir. Yəni, belə bir misal çəkim. Baxın, mən bayaqlar dedimmi ki, birdən 10-a qədər sayıram və artıq uşaqdan mən birdən 10-a qədər saydığımı uşağa deyirəm ki, mənə qaytar. Uşaq birdən 10-a qədər sayır, bu olur bizim hafizəmiz. Və mən deyirəm ki, uşaq 10 dairəsində hesab əməliyyatını yerinə yetirir. Bu artıq olur nə təfəkkür. Gördünüz, bax misalla, bir dənə misalla yadınızda saxlaya bilərsiniz. Birdən 10-a qədər sayırsa olur hafizə. 10 dairəsində hesablamalar apara bilirsə, olur təfəkkür. Yəni, ümumiyyətlə hesablamalar, səbəb-nəticə əlaqəsi, mühakimə, belə bir şeylər görsəz, bu olur təfəkkür. Təfəkkürün də əsasən bizə imtahanda növləri düşür. Ona görə biz deyirik ki, təfəkkürün 3 növü var. Birinci, əyani əməli təfəkkür, ikinci, əyani obrazlı təfəkkür, üçüncü, məntiqi sözlü təfəkkür. Əyani əməli təfəkkür nədir? Əyani əməli təfəkkür, baxın, cümlədə, sizə çox asan yolunu deyirəm, cümlədə kiçik motor, yəni barmaq hərəkətləri, kiçik motor bacarığı varsa, yəni cümlədə kiçik motor bacarığı görürsünüzsə, bu artıq olur əyani əməli təfəkkür. Yəni, quraşdırma, quruculuq işləri görsəz, quraşdırma, quruculuq. Görsəz, əyani əməli təfəkkür götürürsünüz. Bir dənə də belə bir misal çəkeyim. Yəni, bunu məncə kitabda da olmalıdır bu misal. Mənə elə gəlir ki, pedaqojikada falan hardasa oxumuşdum və onu oxuyandan sonra mən onu, elə bil ki, o cümləni orada oxuyanda mənim evladım onda artıq, belə deyim, 11 aylıq idi. Manejin içində yeriyirdi, gedib o hərəkət eləmişdi. Onunla elə mənim avtomatik yadımda qaldı ki, bu əyani əməli təfəkkürdür. Paltaryan maşın işləyirdi. Uşaq da artıq manejdə özü üçün gəzirdi. Gedib orada başlayırdı paltaryan maşının knopkalarını basmağa. Bu artıq görürsünüz nə ilə basır? Barmaqlarınla basır. Bu olur artıq əyani əməli təfəkkür. Çünki biz dedik ki, əyani əməli təfəkkürdə cümlədə kiçik motor bacarığı. Baxın, deyirəm ki, uşaq gedir paltaryan maşının knopkalarını basır. Bəzən deyir ki, uşaq məsəl üçün və yaxud nələrisə bir deşiklərə falan harasa bir dəliklərə falan təliyir da. Deyir ki, uşaq məsəl üçün deyək ki, paltaryan maşının knopkalarını basır. Biz ona mane oluruq ki, yəni maşını qırırsan, olmaz falan filan. Amma əslindədir ki, yəni psixoloqlar bildirir ki, qoy uşaq onu bassın da əslində, yəni onun əyani əməli təfəkkürü inkişaf eləsin. Əyani əməli təfəkkür dedik ki, cümlədə kiçik motor bacarığı varsa, yəni barmaq hərəkətləri əyani əməli təfəkkürdür. Əyani əməli təfəkkürə dedik, həmçinin quraşdırma, quruculuq işləri varsa, bu əyani əməli təfəkkürdür. Əyani obrazlı təfəkkür nədir? Baxın, zehindir, beyindir, xəyali lövhədir. Uşaqların beyin xəritəsidir, onların düşüncəsidir. Yəni, burada idrak var. Şəklə baxıb fikirləşməkdir, yuxu görməkdir, beynində rollu oyunları qurmaqdır, nağıl danışanda beynində səhnəciklər yaratmaqdır. Bu oldu əyani obrazlı təfəkkür. Baxın, deyirəm, zehin, beyin, xəyali lövhə, uşaqların beyin xəritəsi, onların düşüncəsi. Burada idrak var, şəklə baxıb fikirləşmək, yuxu görmək, beynində rollu oyunları qurmaq, nağıl danışanda beynində səhnəciklər yaratmaq. Bu olur əyani obrazlı təfəkkür. Sonra gəlir məntiqi sözlü. Yəni, burada mühakimə yürütməkdir, səbəb-nəticə əlaqəsidir. Yəni, söz var. Burada ünsiyyət var, tənqidi təfəkkür səriştəsi var. Yəni, tənqidilikdə, belə deyim, danışacaq. Məntiqlə danışmaqda. Qurulan söhbət, yəni, qurulan söhbət, belə deyim də, məntiqlə danışmaqdır burada. Arqumentli və mühakiməli söhbət olur. Yəni, qurulan söhbət, arqumentli və mühakiməlidir ki, söhbət olur. Demək, məntiqi sözlü təfəkkür dedik ki, mühakimə yürütmək, səbəb-nəticə əlaqəsi, yəni burada söz var, burada ünsiyyət və tənqidi təfəkkür səriştəsi var, yəni tənqidiliklə danışacaq, məntiqlə danışmaqdır, qurulan söhbət, arqumentli və mühakiməli söhbət olur. Bu da oldu bizim təfəkkürümüz və təfəkkürün növləri. Keçən dəfə hansısa müəllimə idi, demişdi ki, təfəkkürün növlərində çətinlik çəkirik. Görürsünüz, çətinlik çəkməli bir şey yoxdur, çox asaddır. Yəni, əyani əməlilik nədir? Kiçik motor bacarıqları, yəni əl hərəkətlərimizi harda kiçik motor görsəz, əyani əməli təfəkkür götürürsünüz və o misal yadınızda saxlayırsınız ki, uşaq gedir, paltaryanın knopkalarını basır. Bu olur əyani əməli təfəkkür. Əyani obrazlı təfəkkür dedik nədir? Zehindir, beyindir. Burada dedik ki, xəyali uşaqların beyin xəritəsidir. Burada yuxudur. Yəni, bu çox asan belə yadda saxlaya bilərsiniz. Məntiqi sözlü isə biz dedik ki, burada artıq sözdən söhbət gedir, mühakimə yürütməkdən söhbət gedir, səbəb-nəticə əlaqəsindən söhbət gedir, ünsiyyətdən söhbət gedir, tənqidi
tənqidi təfəkkür səriştəsi var burada. Yəni tənqidiliklə danışacaq, məntiqlə danışmaqdır, qurulan söhbət və arqumentli və mühakiməli söhbət olur. Gəlir təxəyyül. Baxın, deyirəm ki, təxəyyül yaratmaq, qurmaq deməkdir. Yəni, yeni belə deyim, sürətlər yaratmaq deməkdir. Yaradıcı oyunun növləri, nağıl etmə iş üsulu, proqnoz, plan, intuisiya, təxmin etmə, yaradıcı təhsil mühiti, bunlar hamısı təxəyyülün inkişafına kömək edir. Təxəyyül yaratmaq deməkdir. Hər hansısa bir sürətin yaradılması deməkdir. Yəni, estetik yaradıcı inkişaf sahəmiz, kreativlik səriştəsi harda görsəz təxəyyül götürürsünüz. Quraşdırma fəaliyyətində həmçinin biz təxəyyüldə deyirik. Baxın, təxəyyül dedik ki, yaratmaq, qurmaq deməkdir. Yeni surətlər yaratmaq deməkdir. Yaradıcı oyunun növləri, nağıl etmə iş üsulu, proqnoz, plan, intuisiya, təxmin etmə, yaradıcı təhsil mühiti, bunlar hamısı təxəyyülün inkişafına kömək edir. Təxəyyül yaratmaq deməkdir. Hər hansısa bir sürətin yaradılması deməkdir. Yəni burada estetik yaradıcı inkişaf, kreativlik səriştəsi dedik ki, təxəyyüldür. Belə bir misal çəkim. Baxın, təfəkkürlə məsəl üçün təxəyyülü necə aid edə bilərsiniz? Mən deyirəm ki, məsəl üçün nağıl, belə deyim, nağıl danışıram və yaxud uşağa nağıl və yaxud deyək ki, hekayə öyrədirəm. Olsun, hər hansısa bir uşağa hekayə öyrədirəm və mən uşağa artıq deyirəm ki, bu hekayəni, baxın, gəl hafizə, təfəkkür, təxəyyül bir cümlənin içində bunların fərqini və necə olduğunu izah edeyim mən sizə. Demək, mən dediyim kimi, deyək ki, hekayə danışdım. Və uşağa deyirəm ki, hekayəni mən danışdığım kimi, olduğu kimi mənə danış. Uşaq mən danışdığım kimi, olduğu kimi əgər mənə danışırsa, bu olur hafizə. Bu olur hafizə. Amma artıq belə deyim, mən deyirəmsə, burada sən hekayəni mənə ümumiləşdir danış. Artıq uşaq bunu ümumiləşdirib danışırsa mənə, bu olur təfəkkür. Yəni ümumiləşdirmə varsa harda, öz sözlərinlə belə deyim, düzəldib danışırsa, bu olur təfəkkür. Hə, bir də var ki, mən deyirəm ki, məsəl üçün hekayəni danışıram, yarıda saxlayıram, deyirəm ki, hekayəyə sonluq düşün. Bu artıq olur təxəyyül. Fərqini gördünüz. Hə, sonra burada sizə bir iki terminlər var, onu da deyəcəm. Demək, baxın, sensor təcrübə var. Sensor təcrübə uşağın tək oyun dövrüdür, 0-2 yaşdır. Sonra duyğu və qavrama psixi prosesinin vəhdəti olan bir dönəmdə, bir də onu deyim ki, əyani əməl, təfəkkür, bunlar hamısı bir kökdür. Sensor təcrübə qazanırsan, əyani əməl, təfəkkür yaranır. Sensor nədir? Sensor. Baxın, hamımız bugünkü gün nə edirik? Sensorlu telefon işlədirik. Sensorlu telefon necə işlədirik? Barmağımızdan, düzdür. Ona görə baxın, görürsünüz, cümləyə baxın. Deyir ki, duyğu və qavrama psixi prosesinin vəhdəti olan bir, belə deyim, dönəmdir. Əyani əməl, təfəkkür, bunlar hamısı bir kökdür. Sensor təcrübə qazanırsa, əyani əməl, təfəkkür yaranır. Sensor tərbiyə deyirik ki, müəllim uşaqlara, sensor tərbiyəni mən olsa geniş şəkildə keçəcəm, prosto burada indi qısa deyirəm, bir dənə testdə falan görərsiniz ona görə. Sensor tərbiyə odur ki, deyirəm ki, müəllim uşaqlara rəngi, dadı, qoxunu öyrədir. Bu sensor tərbiyədir. Geniş şəkildə də keçəcək inşallah. Sensor mədəniyyət isə, deyirəm, ilk dəfə hiss üzvlərinin məşqi Montesero tərəfindən yaradılmışdı. Sonra sensor etalon var. Sensor etalon isə deyirəm ki, uşaq toxunmadan rəngdir, ölçüdür, zamandır, həcm etalonu kimi anlayışlara yiyələnir. Bunu biz daha çox riyaziyyat məşğələsində keçirik. Riyaziyyat məşğələsini keçəndə görəcəyik. Demək, sensor təcrübə, sonra sensor tərbiyə, sensor mədəniyyət, sensor etalon. Yəni, bunları da bilmək vacibdir. Demək olar ki, bugünkü dərsimiz bu qədər. Yekunlaşdırıram. Kimə nə qaranlıq qalıbsa, yəni son 1-2 dəqiqə ayırıram, sualını verə bilər. Yoxdursa, dərsi yekunlaşdırıram. Kiməsə nəsə qaranlıq qalan bir sual varsa, buyurub verə bilər. Müəllimə, bizə gələn dərs nə vaxt olacaq? Ödənişli qrup üçün elə bu 6-cı gün olacaqdı. Pulsuz qrup üçün isə gələn həftədən artıq həftədə bir dəfə olacaqdı. Bu dəfə həftədə sadəcə 2 dəfə keçdik. Müəllimə, bir də qurban sizə bir söz deyim. Bu idraki proseslər var, idraki proseslərdə. Burada diqqət, təfəkkür, Diqqət, təxəyyül. hafizə, təfəkkür, təxəyyül, həmçində mən bura duyğu və qavrayışı da əlavə olaraq izahını verdim. O əlavələr bilmək istədim ki, yəni o da onlara əlavə olunur da. Bəli. Amma yəni imtahanda bəzən, imtahana mütləq bəzən, yəni bunun ayəti götürüb öz vəsaitinə qoymasa da, imtahanda bəzi vaxtlar duyğu, qavrayış haqqında, yəni götürüb sual salıbdır ona görə. Hə, tamam, oldu. Sağ olun, çox sağ olun. Buyurun.
Müəllimə, imtahan nə vaxt olacaq görəsən? İnşallah ki, olsa əgər avqustda olacaq, çünki hər il avqustda olur. Bircə dəfə noyabrda olub, o da məcburən COP-a görə el olmuşdu. Yəni bu ildə 90% avqustda gözlənilir. Çox sağ olun müəllimə. Təşəkkür edirəm. Bəlkə İzahlarınız da də çox gözəl. sertifikasiya, Buyurun. bəs sizdə sertifikasiya oktyabr ayında da müəllimə? Sertifikasiya oktyabrdadır. Bəli, miq də avqustda gözlənilir. Hə, bildim. Sağ ol. Hər biriniz çox sağ olun. Ödənişli qrupa testləri də göndərəcəm. Dərsin kaydını da hər iki ümumiyyətlə YouTube-a yerləşdirəcəm. Hər kəs oradan baxar. Pulsuz qrupla gələn həftə görüşəcəyik. Ödənişli qrupla isə bu həftə yenidən dərsimiz olacaq. Hələlik sağ olun. Çox sağ olun müəllimə.